Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Naxçıvanın Ordubad rayonunda ayı gənc oğlana hücum edib. Xəbər verilir ki, bu barədə görüntüləri hücuma məruz qalan şəxs özü sosial şəbəkədə yayıb. Məlumata görə gənc oğlan Ordubad dağlarında olarkən gözlənilməz sürprizlə qarşılaşıb. Sıx yaşıllığın arasında olan ayı qəfil dağda gəzən oğlana hücum edib. Həmin anları telefona çəkən şəxs qaçaraq xilas olmağı bacarıb. Fərqli qadınam, bir gün uzun, bir gün qısa saçda gəzərəm, imişdir. Hələ mən dəyişikliyi az edirəm. Xəbər verilir. Bu sözləri rəqqasə Fatimə Fətəliyeva gün ortası verilişində deyib. Fatimə tez-tez görünüşündə dəyişiklik etməsindən danışır. O bildirib ki, görünüşünə pul xərcləməkdən çəkinmir. Cibimiz yansında, nə üçün yaşarıq ki? Hər gün deyirlər ki, niyə qocalmırsınız? 2 nəvəm var, amma kimin belə nəvəsi var? Çox şükür ki, çox gəncəm, özümü 35 yaşda hiss edirəm. Ondan o tərəfə yoxdur. Sevgi ilə bağlı suallara isə Fatimə, eşq mənim balalarımdır reaksiyasını verir.